Salam, bugün sizə 7-ci sinif kimyadan ümumiləşdirici tapşırıqları izah edəcəm. Birinci sualla başlayaq. Uyğunluğu müəyyən edin. 1. Tərkib dəyişir, 2. Tərkib dəyişmiş. Biz demişik ki, tərkibi dəyişənlər kimyəvi hadisələrdir. Tərkib dəyişməməsi isə fiziki hadisədə müşahidə olunur. Aha, indi uyğunlaşdıraq. Yazaq buradan 1 və 2. Kağızın yanması. Kağızın yanması zamanı tərkib dəyişir və bir aid oldu. Yəni kağızın yanması kimyəvi hadisəyə misaldır. B-yə baxaq, buxarın kondensasiyası. Bu zaman yeni bir maddə əmələ gəlmir, sadəcə aqreqat halı dəyişir. Ona görə də tərkib dəyişmir. 2 aid oldu. B. Aha, 3-ə baxaq, daha doğrusu C variantına baxaq. Dondurmanın əriməsi. Ərimə də fiziki hadisədir. Bu zaman tərkib dəyişmir. 2-yə aid oldu B və C. Aha, D-yə baxaq, yumurtanın bişməsi. Yumurtanın bişməsi zamanı isə tərkib artıq dəyişir və aid olur kimyəvi hadisəyə. 1-ə aid oldu A və D, 2-yə aid oldu B və C. İkinci suala baxaq. Aha, bizə maddələr verilib, maddə molekulları verilib. Yaşılla işarə olunanlar azotdur, boz rənglə işarə olunanlar hidrogen molekuludur. Aha, A variantını deyir ki, maddə molekulları hansı nisbətdə reaksiyaya daxil olur? Burada azot, azot molekulunda 2 atom azot var. N2. Burada isə bizə hidrogen molekulları göstərilmişdir. Aha, hidrogendən burada neçə ədəd olacaq? H2, H2 və H2. Hər bir hidrogen molekulunda 2 hidrogen atomu var. Burada azotun hidrogenə olan nisbəti 1-in 3-ə nisbətidir. Yazacaqsınız A variantına 1-in 3-ə nisbəti. B variantına baxaq. Reaksiya zamanı istilin ayrılmasını nəzərə alaraq onun söz tənliyini tərtib edin. Bizdən söz tənliyini istəyir. Buraya yazacaqsınız ki, söz tənliyində olduğu kimi azot plus hidrogen, azot plus hidrogen. Aha, oxu çəkəcəksiniz, yazacaqsınız ammonyak, yəni alınır ammonyak. Plus da müsbət Q. Azot plus hidrogen, oxu çəkin, ammonyak plus müsbət Q. Yəni egzotermik reaksiyalardır, istiliyin ayrılması ilə gedən reaksiyadır. Aha, keçək C variantına. Dəftərinizdə metan plus oksigen alınır. Karbon qazı plus su reaksiyasını hissəcik modelini çəkin. Bu zaman molekulların sayının düzgün olmasına diqqət göstərin. Aha, biz bunu çəkək göstərik. Metanın formulunu göstərim sizə. CH4-dür. Metanın formulu. Bizdən hansı reaksiyanı istəyir? Baxın, buradan göstərək. CH4 plus oksigen. Aha, burada alınacaq nə? Karbon qazı plus da su. Burada əmsallaşdırma prosesini aparsaq, buraya 2 atacağıq. Burada 2 atarıq. Belə. İndi bizdən bunu hissəcik modelini istəyir bu reaksiya tənliyinin. Bu reaksiya tənliyinin dəftərinizə köçürün. Daha sonra hissəcik modelini də buradan göstərək. Aha, fərqli rənglərlə göstərək. Məsələn, karbonu belə işarə eləyə bu rənglə. Aha, daha sonra yaşılla da oksigenləri göstərək. CH4, daha doğrusu hidrogenləri göstərək. Aha, sonra üzərinə gələk. Etdi. Deməli, buradan karbonu biz göstərdik narıncı ilə. Daha sonra hidrogenləri göstəririk. Yaşıl rənglə üzərinə gələk. Aha, oksigen atomu. Amma 2 ədəd oksigen atomu olacaq burada. Daha doğrusu 2 molekul. Aha. Oksigeni isə hansı rənglə göstərək? Məsələn, mavi rənglə oksigen atomlarını göstərək. Bu şəkildə çəkirsiniz. Sonra oxu qoyursunuz. Burada da əmələ gəlib karbon qazı. Biz karbon qazını, ümumiyyətlə karbonu nə ilə işarə eləyirdik? Karbonu narıncı ilə. Daha sonra oksigenləri də işarə elədik. Göy rənglə göstərək. Aha. Daha sonra üzərinə də gələk su. Reaksiyada üzərinə də gələk su alınır. Suyu necə göstərək? Suda hidrogeni də göstərək. Yaşılla göstərmişdik hidrogeni. Aha, deməli suda 2 hidrogen atomu var. 1 ədəd də oksigen atomu var. Onda burada belə edək də bunu. 1 ədəd oksigen atomu. Aha, 2 ədəd oksigen hidrogen atomu ona birləşəcək. Bu şəkildə bu sxemi çəkərsiniz, göstərərsiniz dəftərinizdə. Aha, daha sonra keçək indi deməli 4-cü suala baxaq. Burada nə deyir bizə? Burada göstərilib kimyəvi reaksiyaların əlamətlərini müəyyən edin
B variantında isə deyir ki, reaksiyanın digər əlamətlərini hansıları nümunə göstərə bilərsiniz? Çəkdinizsə bunu, artıq keçək 3-cü suala baxaq. Aha, aya baxaq. Birinci şəkildə nə verilib bizə? Diqqətlə baxaq. Burada nə olur? Üçüncü şəkildə. Bir də görürük ki, biz qaz qabarcıqları burada ayrılıb. Biri aid olduğu qazın ayrılması, qaz. Bir də qaz ayrılıb. Aha, 2-yə baxaq. 2-də biz görürük ki, rəngin dəyişməsi müşahidə olunur burada. Yazarsınız ki, rəng dəyişməsi 2-də. 3-ə baxaq. Yenə burada rəngin dəyişməsi prosesi müşahidə olunur. Aha. Daha sonra keçək indi. Gündəlik həyatda rast gəldiyimiz aşağıdakı reaksiyalar hansı əlamətlərlə müşahidə olunur? Meyvənin çürüməsi, xəmirin şişməsi və dəmirin paslanması. Deməli, uşaqlar, meyvənin çürüməsi zamanı həm rəng dəyişir meyvə çürüyəndə, həm də nə olur? İyi gəlməyə başlayır. Deməli, aya aid oldu, rəngin dəyişməsi, bir də nə? İyin əmələ gəlməsi. Sonra B-yə baxaq. Xəmir şişməsi zamanı nə olur? Qaz ayrılır. Xəmir şişəndə qaz ayrılır. Daha sonra dəmir paslananda isə nə olur? Rəng dəyişir. Dəmir paslananda rəng dəyişimi müşahidə olunur. Daha sonra 5-ci suala baxaq. Hadisələri fiziki və kimyəvi hadisələr olmaqla ayırın. Cavabınızı əsaslandırın. A variantı. Əhəng məhlulundan karbon qazı keçirdikdə məhlul bulanır. Aha. Burada deməli əhəng məhlulundan karbon qazı keçirmişsə məhlul bulanıbsa bu olur kimyəvi. Kimyəvi hadisə. B-yə baxaq, miş əşyanın səthi tədricən yaşıl örtüklü örtülür. Burada rəng dəyişimi varsa yenə kimyəvi hadisədir. C-yə baxaq, şüşə parçası zərbənin təsirindən xırdalanır. Zərbənin təsirindən xırdalanırsa burada hər hansı bir deməli tərkib dəyişməsindən söhbət gedə bilməz. Ona görə də C olur fiziki hadisə. Deməli A və B kimyəvi hadisədir. C isə fiziki hadisəyə misaldır. Keçək indi 6-cı suala baxaq. Kimyaçı aşağıdakı təcrübələri aparır. Aha. Deməli, təcrübələri nə istəyir bizdən? Dəftərinizə köçürün, reaksiyaların söz tənliklərini və əlamətləri qeyd edin. Aha. Aha, aya baxaq. Maqnezium lenti yanır və maqnezium oksid əmələ gəlir. İndi biz bu reaksiya tənliyinin söz tənliyini yazaq. Söz tənliyi odur ki, bir yazın. Maqnezium. Buradan yazaq. Maqnezium. Aha, maqnezium üstəgəl oksigen. Çünki yanmadan söhbət gedirsə, oksigen yanmağa kömək edən qazdır. Maqnezium plus oksigen alınır nə? Maqnezium oksid. Maqnezium oksid. Belə. Aha, burada deyir ki, hansı əlamət müşahidə olunub? Şəkilə baxanda görürsünüz ki, burada nə olub? İşığın və rəngin əmələ gəlməsi müşahidə olunub. İşıq və rəngin əmələ gəlməsi. B-yə baxaq. B-də nə deyir bizə? Yenə söz tənliyini istəyir bizdən. Söz tənliyini yaxşı yazaq. Bizdən nə yazıb burada? Kalium xromat üzərinə. Kalium xromat olduğu kimi yazırsınız. Nə görürsünüzsə köçürün. Kalium xromat. Üzərinə. Üzərinə deyirsə artıq plus yazmalıyıq. Kalium xromat üzərinə xlorid turşusu əlavə etdikdə xlorid turşusu. Aha. Əlavə etdikdə natrium xlorid, yazın natrium xlorid. Aha, karbon qazı. Karbon qazı və su alınır. Yəni plus su alınır. Aha, olduğu kimi köçürün elə burada. Deməli burada nə olub? Əlamət nədir? Əlamət rəngin dəyişməsidir. Belə. C-yə baxaq. C-də bizdə nə istəyir? Natrium sulfat məhluluna, natrium sulfat yazırıq. Natrium sulfat, aha, məhluluna barium xlorid əlavə etdikdə. Yazın olduğu kimi barium xlorid əlavə etdikdə üzərinə gəlir barium xlorid nə alınır? Artıq alınandan danışırsa oxu çəkin. Aha, əlavə etdikdə natrium xlorid və barium sulfat alınır. Yazın natrium xlorid, natrium xlorid, aha, və barium sulfat əmələ gəlir. Barium sulfat əmələ gəlir. Aha, burada nə dəyişikliyi var? Bəs biz onu soruşur indi burada. Burada nə olub? Ağ rəngli çöküntü əmələ gəlib. Yazırsınız ki, ağ rəngli çöküntünün əmələ gəlməsi əlamət budur. İndi D-yə baxaq. D-də yenə bizdən nə istəyir? Natrium karbonat üzərinə, aha, yazaq. Natrium karbonat üzərinə xlorid turşusu gəlirik. Aha, xlorid turşusu gəldikdə, əlavə etdikdə nə alınır deyir? Alınacaq natrium xlorid, aha, karbon qazı və su. Və su alınır. Aha, bizdən burada yenə əlaməti soruşur.
Bəs əlamət nədir? Əlamət şəklə baxanda görürsünüz ki, ağ rəngin və qazın əmələ gəlməsi. Bugünkü izahımız bura qədər. Kanalıma dəstək olmağı unutmayın. Videonu like etməyi unutmayın.